O dağları bəzəməyə ləli zəri hardan alım? Soldu getdi çiçəklərin təzə təri hardan alım? Olmuşuq lal, olmuşuq çar, susub nəğmə kiriyib tar. O bəstəkar, o nəğməkar xan tərtəri hardan alım? Tərtər çayı. Şanlıqda gül gəlirsən, sızqalarda sel gəlirsən, qədir bilən el gəlirsən, Kəlbəcəri hardan alım? Ahır düşdük pərən-pərən, ömür harda bitər görəm, o adama ləzzət verən xeyir şəri hardan alım? Hər vaxtınız xeyirli olsun, əziz Həsəd və Ümid verilişinin daimi izləyiciləri. Həsəd və Ümid verilişinin bugünkü qonağı Qərbi Azərbaycan Paşalı rayonunun Gomul kəndində dünyaya göz açmış, Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri, aqrar sahədə uzun illik təcrübəyə malik tanınmış elm və ictimaiyyət nümayəndəsi,
2020-ci ildən Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışan Faiq Allahverdiyoğlu Xudayevdir. Faiq müəllim, necəsiniz? Çox sağ olun Cəmal müəllim. Təşəkkür edirəm, minnətdaram. Sizi salamlayıram. Həsrət TV izləyicilərini salamlayıram. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm ki, siz bu gün mənimlə birlikdə, bu verilişdə, sizin bu verilişinizdə, Həsrət TV verilişində mən düşünürəm ki, biz bir daha bizim üçün doğma olan tarixi yurd yerlərimizə bir qayıdış eləyəcəyik. Uşaqlıq illərimizi xatırlayacaq, keçmişimizi, milli dəyərlərimizi biz düşünəcəyik və burada səsləndirəcəyik. Çünki bunlarla bağlı kifayət qədər mənim yaddaşımda xatirələr var. Çox gözəl. Faiq müəllim, dəvətimizi qəbul edib verilişimizə qatıldığınıza görə sizə təşəkkürümü bildirirəm. Həqiqətən dəyərli vaxtınızı ayırdınız. Həsrət TV'də yayınlanan Həsrət və Ümid verilişinin qonağı oldunuz. Öncəliklə bütün izləyicilərimiz adına sizə təşəkkür bildirirəm. İcazənizlə keçək suallara. Olarmı? Buyurun. Faiq müəllim, ilk növbədə özünüzü izləyicilərimizə təqdim etməyinizi xahiş edirəm. Ailəniz, valideynləriniz və mənsub olduğunuz nəslin nümayəndələri haqqında məlumat verərdiniz. Cəmal müəllim, mən Faiq Xudayev Allahverdiyoğlu 1974-cü il aprel ayının 4-də Qərbi Azərbaycanımızın dilbər güşəsi olan Dərələyəz mahalının Paşalı rayonunun Gömür kəndində dünyaya göz açmışam. Və elə ilk uşaqlıq illərimdə təxminən 15 il 1988-ci ilə qədər doğulduğum Gömür kəndində keçib. Atam Allahverdi Xudayev 1949-cu ildə Gömür kəndində dünyaya göz açıb və atam uzun illər Gömür kənd birləşmiş xəstəxanasında belə məntəqəsində daha doğrusu həkim işləyibdi. Anam evdar qadın olub, ailədə 7 uşaq olmuşuq, 4 qardaş, 3 bacı olmuşuq. Və bilirsiniz də hər bir kənddə olduğu kimi bizim kəndimizdə də bir çox tayfalar yaşayırdı. Ancaq bunlar bir-birinə çox mehriban yaşayırdı, bir-birinə çox səmimi yaşayırdı. Mən Cəfərli tayfasından olan, demək bugünkü gün o adı da daşıyan nəslin bir nümayəndəsiyəm. Çox gözəl. Ailədə neçə nəfərdən ibarətsiniz Faiq müəllim? Öz qardaş bacınız haqqında, övladlarınız haqqında? Hal-hazırda atam dünyasını dəyişib. Allah rəhmət eləsin. Allah bütün dünyasını dəyişən valideynlərimizə rəhmət eləsin, əzizlərimizə rəhmət eləsin. Anam yaşayır, sağdır. Bir neçə gün bundan qabaq 72 yaş tamam oldu. Allah uzun ömür versin. Biz ailə üzvləri yığışıb anamın 72 yaşını təbrik elədik, qeyd elədik. 4 qardaşıq, 3 bacıyıq. Hamısı da Bakı şəhərində və ətrafda, Bakı şəhər ətrafında yaşayır. Pirşah qəsəbəsi Yeni Yaşayış masivində yaşayır. Hər kəs ailəlidir, hər kəsin ailəsi və övladları var. Mən də o cümlədən 2 övlad atasıyam. Cəmiyyətimiz üçün 2 dənə layiqli övladım var. Allah bütün balaları saxlasın. Böyük oğlum Rəvan Xudayev 2001-ci il təvəllüdlüdür. Kiçik oğlum Tuncay Xudayev 2003-cü il təvəllüdlüdür. Böyük oğlum İqtisad Universitetini bitirib, qida mühəndisliyini. Hal-hazırda hərbi xidmətdədir. 6 ay artıq 6 aydır ki, hərbi xidmətdədir. Balaca oğlum Xudayev Tuncay isə demək Neft Akademiyasını bitiribdir və sonradan demək Texniki Universitetin magistraturasını kiber təhlükəsizlik ixtisası üzrə bitiribdir. Hal-hazırda Bakıdadır və növbəti ayın 3-də artıq ona da göndəriş verilib, inşallah hərbi xidmətə yola düşəcəkdir. İnşallah Faiq müəllim, sağ gəlsin, salamat qayıtsın inşallah. Elə bu minvallada Allah bütün ordumuzu qorusun, bütün əskərlərimizi qorusun. İnşallah hər kəs sağ-salamat evinə, ailəsinə qayıtsın. Allah bir də ölkəmizi, millətimizi, xalqımızı ehtiyacı olmayan, belə deyək, demək mümkündürsə müharibədən, xətalardan qorusun inşallah. Amin. Faiq müəllim, doğulduğunuz Paşalı rayonunun Gömür kəndi necə bir kənd idi? Kəndin təbiəti, insanları, adət-ənənələri və qonşu kəndlərlə münasibətləri haqqında nələr xatırlayırsınız? Cəmal, mən Gömür kəndindən çıxanda mənim 15 yaşım vardı. Bugün təkcə Gömür kəndi deyil, bizimlə həmsərhəd yaxın olan, yəni Cabud və Axta kəndlərini də Gömür qədər xatırlayıram. Çünki mən 15 yaşında olan bir uşaq, bilirsiniz, qonşu kəndlər o qədər mehriban bir şəraitdə yaşayırdı ki, biz orta məktəb şagirdləri olsaq da
qonşu kəndlərin xeyirlərində, toylarında gedib iştirak eləyərdik. Uşaqlıq dövrü idi. Onlarla məktəblərdə yarışlar keçirərdik. Futbol yarışları keçirərdik, bilik yarışları keçirərdik. Gomur kəndi dağların qoynunda yerləşən, gözəl bir təbiəti olan və füsunkar bir belə deyək də təbiətə, gözəlliyə malik olan bir kəndidir. Gomur kəndinin tarixi biraz 1750-1800-cü illərə gedib dayanır. Orada bütün kəndin əhatəsi demək olar dağlarla idi, yaşıl çəmənliklərlə idi. Kifayət qədər çoxsaylı bulaqlar vardı. Yəni Gomur, Cabud və Axta çayının demək hər üç kəndin ortasından keçən, yəni aşağı hissəsindən keçən böyük bir Cabud çayı axırdı. O da öz başlanğıcını demək bizim yaylaqlardan, dağlardan götürürdü. Gomur kəndini xatırlayanda bu gün mən düşünürəm ki, tarixdə də belə bir ifadə var ki, Dərələyəz Qafqazın Şveysariyasıdır. Və bu gün mən Gomur kəndini də elə həmən o Qafqazın Şveysariyası adlandırdığımız Dərələyəzin bir parçası kimi düşünürəm. Çox gözəl bir təbiəti vardı, füsunkar təbiəti vardı. İnsanlar orada çox mehriban yaşayırdı, çox səmimi yaşayırdı, qayğısız yaşayırdılar. İnsanlar arasında bir səmimiyyət, ünsiyyət, münasibət, qohumluq və digər məsələlər yüksək səviyyədə idi. Mən yəni 15 yaşında çıxmağıma baxmayaraq həm Gomuru, həm Cabudu, həm Axta kəndini bu gün də xatirələrimdə elə bil ki, mən o kəndlərə qayıtsam, bir inanın ki, hansı ev kimə məxsus olduğunu belə unutmamışam və bu gün də qəlbimdə yaşadıram. Mən düşünürəm ki, hər kəsə doğma vətəni çox belə deyək də gözəl gəlir, əziz olur. Amma mən düşünürəm ki, Gomur kəndimizin də gözəlliyi, onun doğmalığı başqa bir belə deyək tərəfdən baxanda mənim üçün həqiqətən də heç vaxt unudulmayan, yaddan çıxmayan və o ümidlə yaşayıram ki, zaman gələcək, vaxt gələcək, çox da uzaqda deyil. Biz o torpaqlara gedib bir daha o torpaqlarda yaşayacağıq və o torpaqlarla deyək ki, bir də yenidən qovuşacağıq. İnşallah. Faiq müəllim, biraz əvvəl toxundunuz, yəni yaxınlıqda olan Gomur, Cabud, Axta kəndlərinə bağlı. Yəni Paşalı rayonunun ətraf kəndlərindən daha hansı kəndlər yaxın idi sizə? Müəllim, mən xatırlayıram bizim kənddə Paşalı rayonunun Kotanlı kəndindən, Paşalı rayonunun demək Zeytə kəndindən, vaxtilə Paşalı rayonunun Terp kəndindən, Köçbək kəndindən, İstusu, yəni Cermuk adlandırmışdı sonradan ermənilər, İstusu kəndindən, Herherdən, bulaqlardan, demək bir çox Gülüstan kəndindən. Yəni bunlar hamısı Paşalı rayonunun kəndləridir ki, onlarla bizim aramızda olan səmimiyyət, münasibət, bir kənd ayrılığı vardı sadəcə. İnsanlar arasında böyük bir doğmalıq vardı, böyük bir yaxınlıq vardı. İnanın ki, bizim kənddə olan xatırladığım orta məktəb müəllimləri var ki, hansı ki onlar Kotanlıdan, Zeytədən və digər kəndlərdən gəlmişdi. Mən elə hesab etmirdim ki, onlar kənardan gələn insanlardır. Mən düşünürdüm ki, uşaqlıq hafizəmdə belə qalıb, yaddaşımda qalıb ki, mən düşünürdüm ki, onlar elə bizim kəndin sakinləridir. Çünki o qədər bir doğmalıq vardı ki, o insanlara qarşı. Onların əksəriyyəti subaydılar, müəllimlər. Bizim kənddə qalırdılar, məktəbdə, köhnə məktəb dediyimiz məktəbdə qalırdılar. İnanın, evlərdə yemək bişəndə, evlərdə yaz mövsümündə, bilirsiniz, Dərələyəzdə çox məşhurdur, kətəsi ilə də, qırpboğum kətəsi ilə. Yəni, bu cür, belə deyək, tədbirlərdə ilk öncə ailədə bişən yeməkləri, bax, o gələn insanlara aparardıq. Xatırlayıram bunların hamısını, özüm çünki o işlərin iştirakçısı olmuşam. Atam kənd həkimi olduğu üçün onlarla həmişə təmasda olub, həmişə münasibətdə olubdur, yaxşı münasibətdə olub. Ona görə də mən indi də düşünürəm ki, o dövrdə qonşu kəndlər olsa da onları mən Gomurlu kimi, belə deyək də, kəndçi kimi, yaxın bir insanlar kimi qəbul etmişik. Mən heç də düşünmürəm ki, o vaxt təkcə Gomurda bu belə deyil. Digər kəndlərdə də bu belə idi. Terpdə olsun, Köçbəkdə olsun, Kotanlıda olsun, yaxud İstisuda olsun, Zeytədə olsun, Gülüstanda olsun. Mən düşünürəm ki, elə onlarda da olan, yəni müəllimlər, yaxud onlarda da işləyən, qıraqdan gələn insanlara öz doğmaları kimi baxırdılar. Faiq müəllim, yeri gəlmişkən bir ziyalı kimi o doğmalığın kökündə yatan əsas səbəblər nə idi sizcə? Bilirsiniz, mühit saf bir mühit idi. İnsanlar arasında yaşamaq uğrunda mübarizə yox idi. Yəni, belə deyək də,
insanlar elə bir şəraitdə yaşayırdılar ki, təbiət safıdır, insanlar, hər kəsin işi vardı. Bu gün hər kəsin qapısında malı vardı, qoyunu vardı, hər kəsin qapısında toyuğu vardı. Belə bu baxımdan insanların heç nə ehtiyacı yoxdur. İnsanların bir səmimiyyətə ehtiyacı vardı, bir münasibətlə belə qurmağa ehtiyacı vardı ki, onu da yüksək səviyyədə qururdular. Mən çox gözəl bir sual verdiniz. Mən bir dəfə atamdan soruşdum ki, ata siz orada Ermənistanda yaşayanda daha çox nəyin fikrini eləyirdiniz? Dedi ki, Faiq, mənim ən çox fikir elədiyim mart ayı gələndə malın, qoyunun belə dediyi kimi deyirəm, yemi azalanda mən onda biraz fikir eləyirdim ki, bu yem biraz azalır. Türklər elə sərt təbiətə malikdir, bilirsiniz. Orada bir 5-6 aydan da artıq qar olurdu, qış olurdu, sərt qış olurdu. Heyvanlar çölə çıxması, yəni yaylağa çıxması, otlaqlara çıxması biraz gec olurdu. Yem azalanda deyir, mən bircə dənə mən onun fikrini etmişəm, başqa heç nəyin fikrini etməmişəm. Ona görə də insanların arasında o səmimiyyət, münasibət, o qohumluqdan, kəndçilikdən də başqa, mən düşünürəm ki, insanlar arasında ünsiyyətin, səmimiyyətin elə başlanğıcı o saf təbiətdən başlayırdı. İnsanlar saf su içmişdi, saf təbiətdən dünyaya göz açmışdılar. Onlar ətrafda hər şeyin gözəl, təbiət nə qədər gözəl olursa, mühit nə qədər gözəl olursa, ətraf nə qədər gözəl olursa, insanlar nə qədər səmimi, mehriban olursa, insan düşünürəm ki, başqa düşüncəyə düşə bilməz. Ona görə də o insanlar arasında bir doğmalıq vardı. O insanlar arasında bir səmimiyyət vardı, ünsiyyət vardı və insanlar da başqa işinə düşünmürdülər. Ancaq o səmimiyyəti, doğmalığı qorumaq, qohumluğa çevirmək və bu haqda mən düşünürəm ki, gələcək hansı ki orayla bağlı olan, bugün orada doğulmayan, ancaq məsələ qaçqınlıq, köçkünlük dövründə oranı tərk edib gəlib Azərbaycanda dünyanın müxtəlif ölkələrində yaşayan və dünyaya göz açan insanlara biz bunları çatdırmalıyıq, aşılamalıyıq ki, o dövrdə insanlar arasında olan səmimiyyətin başlanğıcı saf mühitdən, təmiz havadan, təmiz sudan və təmiz mayadan başlayıb. Təbii ki, bunları da bugünkü gün artıq bilirsiniz ki, biz bu istiqamətdə işlərimiz gedir. Bəli, inşallah onunla bağlı suallarım olacaq da. Faiq müəllim, maraqlı cavablar verdiniz. Həqiqətən çox-çox təşəkkür edirəm. Faiq müəllim, Gomur kəndində uşaqlıq illərini necə xatırlayır? Məktəb həyatınız, müəllimləriniz və yaddaşınızda qalan maraqlı xatirələr hansılardır? Mən orta məktəbə 5 yaşım tamam olub, 6 yaşın içində olanda valideynlərimi məcbur etmişəm. Mən onu indi həyat hekimdə və xatirələrimdə də yazıram. Və bunu mənə atam nağıl edərdi, danışardı. Çünki mən yaxşı oxuduğum üçün mənə deyirdi ki, sənin yaxşı oxumağının səbəbi ondan ibarət idi ki, sən 5 yaşın tamam olanda məni məcbur elədin ki, məktəbə gedim. Mən bir danışım bir məsələni deyir. Mən o qədər deyir, cılız bir uşağıdın ki, deyir, görkəmcə, belə zəif bir uşağıdın ki, deyir, məni məcbur edirdin ki, mənə məktəbli çantası al və dəftər al, qələm al. Deyir, mən bunları aldım, nə qədər yığdımsa da, o məktəbli çantası yenə də yerindən süründü, yerə dəydi. Cılız bir uşaqdım. Ancaq deyir, məni gecə də, gündüz də məcbur edirdin ki, məktəbə getmək istəyirəm. Deyir, mən səni məcbur qaldım, məktəb açılanda apardım məktəbə. Məktəbin direktoru, Allah rəhmət eləsin, məkanı cənnət olsun, Allah qulu müəllim. Atam yenə deyirəm, kənd həkimi olduğu üçün bir səmimiyyət, bir münasibət, bir hörmət vardı qarşılıqlı formada. Atam deyir, məni qarşıladı, doktor, xoş gəlmişsən. İndi mən təxmini xatırlayıram o illəri. Atam deyir, dedim ki, Allah qulu müəllim, bu uşaq məktəbə gəlmək istəyir. Deyir, bu sənə belə baxdı, belə süzdü. Gördüm ki, Allah qulu müəllimin nəsə belə düşüncəsində çox da razı qalmadı da ki, balaca bir cüssəcə, balaca bir zəif uşaq, özü 5 yaşında uşaq. Deyir, məcbur elədin sinifə keçməyə. Deyir, sinifə keçsin, partada oturdun, deyir, yenə də partadan boyun çıxmadı. Deyir, çox bir balaca bir. Ancaq buna baxmayaraq, məni məcbur edirdi ki, mən məktəbdə oxumalıyam. Və mən eləcə də 5-6 yaşında olarkən mən məktəbə getmişəm və 8-ci sinifə qədər Gomur kənd orta məktəbində təhsil almışam, oxumuşam. Və mənim ilk müəllimlərimdən biri olan Surəddin müəllim Axta kəndindəndir. Atamla da çox yaxın münasibəti, dostluğu vardı. İndi də arada görürəm, böyük hörmətim var və Əsrət TV vasitəsilə də bütün müəllimlərimi salamlayıram. O cümlədən Surəddin müəllimi də salamlayıram. Deyir, mən sənlə söhbət elədim, Surəddin müəllim də bunu xatırlayır, deyir
Deyir, mən dedəndə ki, Faiq, ata sözü yaz, dedin ki, atam burada da görmürsən atamı. Deyir, mən ona dedim ki, deyir mənə dedi, yəni Sürədi müəllim mənə deyir ki, sən çox balacasan da, sən get gələn il gələrsən. Deyir, mənə çönlü bir nifrət dolu baxışla baxdın. Mənim 50 illik kitabımda demək Sürədi müəllim onu xatirə kimi yazıbdı. Mən Gomur kəndində oxuyan dövrdə çox yaxşı oxumuşam orta məktəbdə 8-ci sinifə qədər. Bizim qrup belə deyək sinifimizdə 14 dənə qız, 7 dənə oğlan oxuyurdu. İndi Allah hər birinə can sağlığı versin. Hər kəs babadır, nənədir, hər kəs ailə qrupdur, övlad sahibləridirlər. Bizdə çox yüksək səviyyədə dərslər keçirirlərdi. Bizdə sonda Gomur kəndində 87-ci, 88-ci ildə bir məktəb tikilmişdi. Məktəb 2 mərtəbədən ibarət idi və eyni zamanda məktəbin daxilində bir idman zalı da vardı. Biz 3 ayaqqabıdan istifadə edirdik. Demək, bir ayaqqabı bizim məktəbə qədər geyindiyimiz ayaqqabı idi. İkinci ayaqqabı demək, məktəb daxilində geyindiyimiz ayaqqabı idi. Üçüncü bizim demək, ayağımızda olan ket, o vaxt ket deyildik. Bu idman üçün istifadə etdiyimiz ayaqqabı idi. Eyni zamanda görüntü olmasa da məktəbin direktoru hansı otaqda dərs gedirdisə, knopkanı sıxıb, belə deyək də, düyməni sıxıb, həmən sinifdə gedən dərsi dinləyirdi. Yəni, belə demək istəyirəm ki, bizim məktəbdə, Gomur kənd orta məktəbində yüksək səviyyəli müəllimlər vardı, yüksək dərs vardı və oranı bitirən bugünkü gün çox saylı ziyalılar o məktəbin yetirmələridir. Bir çox Azərbaycanın hal-hazırda müxtəlif vəzifələrdə çalışan, ölkəmizdən kənarda müxtəlif vəzifələrdə çalışan Gomur kənd məktəbinin yetirmələri var. Bilirsiniz, məktəb illəri heç vaxt yaddan çıxmır. Mən başqa bir məsələni də xatırlatmaq istəyirəm. Yəqin ki, vaxtımız var. Demək, biz 9 mayda bütün məktəblilər rayon ictimaiyyəti qarşısından keçirdi. Demək, biz gəldik, Gomur kənd orta məktəbi dayandı. Mən bunu xatırlayıram və mən bunu xatirələrimdə də yazmışam. Ulu Öndər Heydər Əliyevin o vaxt mərkəzi komutanın katibliyindən artıq belə deyək, Moskvaya gedəndə, Politbüroya gedəndə biz artıq bir Azərbaycanlı olaraq, bir vətəndaş olaraq daxilimizdə bir sevgi yaranmışdı ki, Azərbaycanlı Politbürodadır, bizi görəndə daha çox şadlıq, sevinirdik və bəzən düşüncələrlə yaşayırdıq. Demək, biz rayona gedəndə bütün o Politbüro üzvlərinin də şəkilləri əlimizdə olardı. Portreti əlimizdə olurdu. Məktəblilər onu başı üzərində tuturdu və kənd məktəblilərin yürüyüşü başlayırdı. Keçəndə Gomur kənd orta məktəbində keçməli idi. Durduğum sırada gördüm, qonşu erməni kəndinin demək, məktəblisi qız uşağı mənə çiynimdən vurdu və işarə elədi məndən sağda dayanan erməni uşaqlarını ki, onlar məni məcbur edirdilər ki, işarə verirlər ki, bu portreti aşağı düşürtməlisən, yendirməlisən aşağı. Və mən bunlara məhəl qoymadım. Əlinizə tutduğunuz Heydər Əliyev portretini. Mən bunlara məhəl qoymadım. Çünki məktəblilər durub, müəllimlər durub, rayon ictimaiyyəti durub. Siz inanın, o məndən çox yaşlı idi, həmən o qıraqdan işarə verən yoldaş, belə də erməni. O mənim əlimdən portreti alıb, demək, belə deyək də, üzü aşağı tutmağa başlayanda bizim pioner başçısı rəhbərimiz Lyudmila müəllimə, Allah can sağlığı versin, salamlayıram buradan. Lyudmila müəllimə dərhal müdaxilə elədi və bunlarla erməni dilində danışdı. Və erməni dilində danışandan sonra mən portreti bir daha əlimdə tutdum, möhkəm, biraz da uca qaldırdım və soruşdum ki, bunlar niyə bunu belə elədi Lyudmila müəllimədən? Dedi ki, siz fikir verməyin. Bunlar xəstədir bu uşaqlar. Siz onlara fikir verməyin. Mənim xatirələrimdə qaldı və bilirsiniz, bir anlığa, çünki o toxum bizim beynimizdə əkilməmişdi də. Mən onu xatirəcə yadımdadır, amma mahiyyətcə niyə bu belə olduğunu düşünmürdüm. Sonradan ki, bu hadisələr baş verəndə artıq bunun nədən ibarət olduğunu, niyə olduğunu mən xatırlayıram. Çoxlu xatirələr var, kəndlə bağlı, uşaqlıqla bağlı. Yəni, onları danışsaq, mən düşünürəm ki, bir verilişə sığmayan xatirələrdir. Ona görə də mən ümidvaram ki, inşallah biz o uşaqlıq illərində gördüyümüz o xatirələri inşallah ki, yaxın zamanlarda biz qərbi Azərbaycanımıza gedib, onlar orada canlı olaraq xatırlayacaq. Faiq müəllim,
orta məktəb illəri ilə bağlı çox gözəl bir xatirəni danışdınız. Həqiqətən çox maraqlıdır. Bir daha onu göstərir ki, dediyiniz kimi, yəni onların xislətində o düşmənçilik, o çəkməməzlik, sanki Azərbaycanlıları özlərini aşağı görmək, deportasiya hadisəsində bir də onun şahidi olduq. Yəni deportasiya ilə bağlı sual keçmədən öncə istəyirəm ki, başqa bir sualı sizə verim. Paşalı onun digər kəndləri ilə bağlı hansı xatirələriniz var? Rayon ictimai mədəni həyatı necə idi? Çünki bu rayonun ab-havası demək olar ki, kəndlərə də yansıyır. O nöqteyi nəzərdən soruşuram. Bilirsiniz, Paşalı özü bir rayon olaraq biz o vaxt rayon mərkəzinə çox az gedirdik, uşaqdıq. Biz o zamanlar gedirdik ki, artıq yarışlar olurdu, idman yarışları olurdu, bəli, olimpiyadada məsələ deyək ki, müxtəlif fənlər üzrə yarışlar olurdu. Biz həmişə gedəndə istər-istəməz o rayon belə deyək də erməni kəndindən olan uşaqların bizə qarşı olan münasibətini az da olsa biz onu görürdük. Ancaq baxın, buna baxmayaraq qonşu Azərbaycan kəndləri arasında olan münasibət, səmimiyyət, ünsiyyət, artıq biz hiss eləyəndə ki, məsələ deyək ki, orada olan Zeytədən olan, Gomurdan olan, Cabuddan olan, Axtadan olan, Gülüstandan olan uşağa qarşı ya müəllimə qarşı hər hansı bir nəysə bir qeyri-adi bir yanaşmanı görəndə istər-istəməz bizi düşündürürdü. Ancaq çox səmimi bir münasibət vardı da. Bilirsiniz, o Sovet dövrü idi. Buna baxmayaraq o Sovet dövrünün yaşandığı o belə deyək, o ab-hava, o şərait uşaqlıq dövründə bizim beynimizdə bir o qədər belə deyək də geniş şəkildə nəyisə düşünə bilməzdik ki, Sovet imperiyası ola-ola, məsələ deyək ki, bunların həyata keçirdiyi bu xisləti, bunların xarabıdır da bilirsiniz, bunların həyata keçirə biləcəyi o məhkilli siyasətdən biz bir o qədər də başa düşə bilməzdik. Ancaq biz artıq onların hərəkətlərindən duyurduq. Təbii ki, biz orada niyə biz bir-biri tuturduq? Məsələ deyək, Qərbi Azərbaycanlılara bu gün də deyirlər ki, çox vətənpərvərsiz, bir-birə qarşı səmimiyyətimiz var. Çünki bizim başqa əlacımız olmurdu da. Biz qonşu kəndlər bir-biri tutmasa, qonşu rayonlar bir-biri tutmasaydı, biz orada geniş formada yaşaya bilməzdik. Hələ biraz da bəlkə də daha tez bizi oradan, öz doğma kəndlərimizdən, torpaqlarımızdan daha tez zamanlarda qova bilərlər. Təbii ki, indi orayla bağlı sonradan artıq biz düşündük ki, yəni daha doğrusu mən artıq müəyyən bir yaş keçdikdən sonra Qərbi Azərbaycan həqiqətləri, deportasiyalar filan məsələlərlə bağlı artıq görəndə gördük ki, orada olan hansı ki cəmiyyətin üzvü olan insanların vaxtında zamanından tez qabaq köçürülməsi artıq onların belə deyək düşüncələrində olan o məhkilli siyasətdən belə deyək ki, irəli gəlirdi. Bilirsiniz, ümumi ab-hava pis deyildi. Biz rahat yaşayırdıq, səmimi yaşayırdıq. Yəni kəndlər arasında münasibət, səmimiyyət var. Ancaq o xislətcə belə deyək də daşnaq xislətini daşıyan insanlar, ermənilər var idi ki, onlar artıq bürüzə verirdilər. Mən bir faktı sizə deyim. 5 yaşım olardı. Ya 5-ci sinifdə oxuyardım. Yox, 5 olmazdı. 5-ci sinifdə, 4-cü sinifdə oxuyanda bayaq qeyd etdim ki, atam kəndin həkimidir. Gördüm mən simdən düzəldirmiş bir maşın düzəltmişdim. Üstünə də süd maşınının o süd tökülən belə deyək də yumruq qabını qoymuşdum. Çəni qoymuşdum. Mən bir sürücünün adını deyirdim. Güya ki, mən bu sürücüyəm, ot daşıyıram filan. Uşaqlıq illərində, indi bilirsiniz, hər bir uşaqlıqda bir oyun oynayır, biri bir həvəslənir, biri futbol oynayır, biri nəsə. Mən də öz həyatımızda bundan uşaqlıq illərdir. Gördüm, siqnal səsi eşitdim, başımı belə qaldırdım, gördüm ki, bu Paşalı rayon demək xəstəxanasının sürücüsü, demək xəstəxana maşının sürücüsü də, demək qarodur. Mən buna yaxınlaşdım, dedi, get atanı çağır gəlsin. Mən gəldim atamı çağıranda, atam mənə dedi ki, get denən qoy gəlsin. Bir də mən getdim, dedi, yox, atana denən gəlsin, bu düşmədi maşından. Düşmədi, atam gəldi, getdik. Bu atama dedi ki, Allah verdi. Azərbaycan dilində məndən yaxşı danışırdı. İnanın. Dedi ki, aç qapını götür. Atam qapını açıb, demək, biz filyaqa deyirdik. Buralarda biton deyirlər. Hələ bir 40 litrli bir filyaqanı, bitonu. Atama dedi, götür bunu. Bunun içində nə olduğunu mən bilmədim də. Atam bunu götürəndə, indi orada kənd yeri idi. Hündüşka, toyuq, belə deyək də, kifayət qədər çoxudur. Bu vaxt maşının qabağından hündüşkalar belə keçəndə, bu qayıtdı ki, Allah verdi, bunlar sənindir. Dedi ki, hə qaro mənimdir. Dedi, düşkədə birini kəsim yeyək. Dedi, yox, tələsinə, bunu birini ver aparım yeyeyim. Bu cürdə dedi. Atam da dedi ki, köməklə bundan tutaq.
Bu atam bundan 2 dənəsini tutdu, ayağını bağladı, ayaqlarını bağladı. Bu maşından düşmədi. Siz inanırsınız ki, bu maşından düşmədi. Bu atam gətirdi bunu arxana açanda gördü ki, arkada filyaqlar var. Bu filyaqların arasında balaca bir uşaq da oturub. İndi bu bunun oğludur, bu bunun nəvəsi olmazdı. Çox şübhə ki, oğlu olardı da. Dedi ki, Faiq, yox, dedi Qaro, bu uşaq da buradadır ki, dedi, bəli, Allah verdi. Ağladı, düşdü, arxamca məcbur qaldım, götürdüm. Dedi ki, Faiq, mən uzun illərdir Qaro ilə dostluq edirəm. Siz də dost olarsınız. Siz inanırsınız onun işlətdiyi ifadə, sürücünün işlətdiyi ifadə buydu, oldu ki, Allah verdi, bizim dostluğumuza baxmayın, bunların dostluğu olmayacaq. Və o dəfələrlə o ifadələri işlədərək atama burada ev tikmə, burada mülk qoyma, Azərbaycana get, nə zamansa gedəcəksən. Bunlar mənim xatirimdə yaşayır, qalır və mən artıq müəyyən bir yaş keçəndən sonra bunların kim olduğunu açıq-aşkar hiss etdik ki, həqiqətən də bunlar məhkirli yaşayıblar. Bunlar üzdə gülsələr də daxilən bunlar məhkirli yaşayıblar. Uşaqlıq xatirələrim çoxdur Ceyhun müəllim. Kifayət qədər çoxdur. İnşallah Faiq müəllim, inşallah o xatirənizlə bağlı da inşallah sizə bir xüsusi bir verilişimiz olacaq. Xatirələriniz də o da inşallah daha geniş ətraflı, fərqli insanlarımızın yaşadıqlarını, gördüklərini inşallah bir xatirələr formasında verəcəyim. Faiq müəllim, yer gəlmişkən artıq demək olar ki, siz çox gözəl ətraflı məlumat verdiniz. Üzülərək mən bu sualı verməyə məcburam. Çünki bu bizim istəsək də, istəməsək də atalarımızın, babalarımızın yaşadığı bir hadisə oldu və çox təəssüf olsun ki, 1988-ci ildə biz də onu yaşadıq. Qərbi Azərbaycanlıların öz doğma torpaqlarından deportasiya olunması dövründə sizin ailəniz hansı çətinliklərlə üzləşdi? Həmin günləri necə xatırlayırsınız? Çətin sual, ağır sual olsa da. Bilirsiniz, o dövr, o zaman 8-ci sinifdə oxuyan bir uşağın bir doğma kəndini, bir doğma elini, obasını tərk eləməsi o yaddaşda bilirsiniz, yaşlı insanlar üçün böyük bir faciə idi. Çünki burada insanlar, atalar, əmilər, dayılar zəhmət çəkib, ev tikib, bina qurub. 8-ci sinifdə oxuyan bir uşağın məsələn, qəlbində nə vardı? Düşüncəmizdə o vardı ki, bu ermənilər bizim kəndə hücum edəcəklər. Çünki biz bunun şahidi necə olduq? Kəndin Sovet sədri Əsgər müəllim atamın əmisi idi. O bir gün atama zəng elədi, dedi ki, Allah verdi, katib məni çağırtdırır rayona. Atam da dedi ki, çağırtdırırsa get Əsgər, gör, nəysə sözü var. Gedəndə dedi ki, gedib görüşüb qaydanda demişdi ki, Comur kəndinə hücum gözlənilir. O adam Bakıda oxumuşdu, təhsil almışdı, Vartanyan adlı bir şəxsidir. Düzsən Faiq müəllim, təxminən neçənci il? 87 yoxsa 88? 87-nin axırları, 88-ci il artıq keçirik. O artıq 88-ci ildir. Dedi ki, mütləq kəndi tərk etmək lazımdır, çünki böyük bir hücum gözlənilir. Ancaq deyim ki, bu məsələdə biraz kənd cəmaatı başqa cürə yanaşırdı ki, ola bilər bunların xislətidir, bunlar bu adla bizi kənddən uzaqlaşdırmaq istəyirlər. Gerçək olmaya bilər yəni. Gerçək olmaya bilər. Ancaq mən bunu tam xatırlayıram. Demək, noyabr ayı olardı. 88-in təxmini bəlkə də noyabr ayı idi. İşıqlar söndü kənddə. Dedilər ki, kəndə hücum var. Bizdə orada Bilqeyis bibi deyirlər, Bilqeyis bibinin daşları deyirlər. Bütün kənd cəmaatı ora toplaşdı. Biz də uşaqdıq, hamı ora toplaşdı. Kimin əlində balta var, kimin əlində bel var, kimin əlində şana var. Çünki özünü müdafiə kimi ki, kəndimizə hücum olacaq. Gəldi ki, bir işıq gəldi kəndə tərəf gəlir. Demək, bu gələn işıq gəldi ki, rayonun ikinci katibidir. Saat 11-ə işləyib, işıqlar sönüb. Bundan kənd sakinləri, Allah rəhmət eləsin, Şirxan dayı vardı bizim kənddə. Şirxan dayı yaxınlaşdı və bir neçə nəfər yaxınlaşdı. Nəyə gəlmişsən? Dedi ki, gəlmişəm fermaları yoxlamağa. Və bir ağızdan da bizim cəmaat da, erməni dilini təmiz bilirlər ki, saat 11-də ferma yoxlama vaxtıdır. Bu Uaz vilisindən gəlmişdi. Bu Uaz vilisinə bizim kənd cəmaatı biraz belə deyək də xətər yetirdilər ki, yəni bu başa düşdün ki, saat 11-də bu cəmaatı aldatmaq olmaz. Bu məqsədli bir formada gəlir. Bu gedəndən sonra üstündən bir saat keçdi, rayon polis şöbəsinin rəisi, o vaxt Baxşiyan idi, səhv etmirəmsə, bu qara bolqa ilə gəldim. Eyni sözü, ifadəni bu da işlətdi ki, gəlmişəm fermalara baxmağa. Rəisin fermaya baxmaqla nə aidiyyatı var? Rəis nə vaxtdan gəlib ferma yoxlayan olubdur?
Artıq bunlar bəlkə də məqsədli formada gəlir ki, kənd cəmaatı oyaqdımı, yatıbmı, yatmırmı, yəni ab-hava necədir? Bu vaxt Allah rəhmət eləsin, bizdən İlqar Səmədov vardı. Otkəsən deyirdik. Otkəsənlə bunun maşının üst qarşı hissəsindən, kapot dediyimiz kapotun üst hissəsindən vurdu. O söz qulağımda da amuta sözünü işlətdi orada ki, yəni ayıbdır. Və bizimkilər də kənd cəmaatı dedi ki, ayıb sizə olsun ki, saat 11-də gəlib cəmaatı aldadırsınız ki, ferma yoxlamağa gəlmişəm. Və ondan sonra artıq kənddə bilirsiniz, artıq ab-hava dəyişdi Cəmal. İnsanlar indi təsəvvür edin, illərlə qurduğun bir yuvanı, bir evi heç nəsiz tərk edirsən. Və burada bir dənə canlı götürüb gedirsən. Biz artıq əskər müəllimə də katib o söz deyəndən sonra atam digər kənddə olan belə deyək kişilərlə bərabər qaldılar kənddə. Bütün kənd cəmaatı Dərələyəz dağlıq bir zona, noyabr ayı, qar 1 metr, 1 metrdən də artıq məcbur qalıb, dağ yolu ilə biz Şüşü kəndinə gəldik. Siz təsəvvür edin, cığırlar, izlər görünmür, qar o qədər yağıb, çovğun, yaşlı insanlar, ağsaqqallar, hansı ki uzun illər o yolları gedib gəlmiş insanlar artıq tanıyırdılar ki, bu cığır hara, necə gedir, hara gedir. Təbii ki, orada çox əziyyətli, məşəqqətli bir, belə bilirsiniz, bir həmən günü belə deyək də, onu belə xatırlamaq, inan ki, insanın beyni dayanır ki, düşüncən dayanır ki, onu ifadə eləməyə. Çox dəhşətli idi ki, məsələn, hamilə qadınlar, körpə uşaqlar, yaşlı babalar, yaşlı nənələr düzülüb durna qatarı kimi bizim kənddən Şüşü kəndinə gedirlər ki, hər an hücum ola bilər. Sağ olsun, mən bir daha uşaqlıq xatirələrimdə olanı mən buradan Naxçıvan Muxtar Respublikasına, yəni bütün Naxçıvan əhalisinə, eyni zamanda Şüşü kəndinin sakinlərinə mən öz dərin təşəkkürümü bildirirəm. Biz gecə saat 12-1-ə işləmiş, çox çətin qar, yəni siz təsəvvür edin ki, Şüşü kəndinin yuxarı hissəsində Qanlıgöl deyilən bir yer var. Biz o istiqamətə gedirik. Orada da qar 1 metr, 1 metr yarım qar var. İndi siz təsəvvür edin ki, bu insanların ora qədər getməsi və Şüşü kəndinin insanlarının artıq eşidiblər ki, Paşalı rayon, öndə o vaxt Əcbəyev adlandırıldı. Əcbəyevin cəmaatı çıxır, dağ yolu ilə gəlir. Və onlar sağ olsunlar, yemək, içmək, isti, nə bilim, pal-paltar və düz demək Qanlı göldə artıq onlar bizi qarşıladılar. Gəldilər. Biz də o vaxt bir ailənin qonağı olduq, bir neçə gün orada qaldıq. Siz təsəvvür edin ki, o mənim xatirimdə qalıb ki, mən bir neçə orta məktəb oxumuşam. Mən ora gedib düşəndə dedim ki, mən məktəbə getmək istəyirəm. Anam dedi ki, belə də bir ifadə işlədi. Dedi, ay Allah evini tiysin. Məktəb vaxtıdır. Biz burada qonağıq, biz burada yad adamlarıq. Ondan sonra biz Şüşü kəndində yaşadıq. Atam artıq Ermənistanda qalıb. Biz 6 uşaqla, anam dağ yolu ilə gəlmişik. Onda babamgil, nənəmgil, sonra dayılarımgil, əmimgillər, əmoğlumgillər hamısı oradaydı. İndi hərə bir evdədir də. İndi bilmirik ki, hara getmək lazımdır. Biz nə qədər Şüşü kəndində qalacaq? Artıq ümidlər ölür insanda ki, biz burada mı qalacaq? Və ondan sonra mənim bibimin oğlu, bibimin kürəkəni İsə dayı var. İndi Çalxanqala kəndində yaşayır. Bibimin böyük qızı Hərgül bibimin yoldaşı idi. Onlar gəlmişdilər, demək Sələsüz kəndinə. Mən buradan elə Allah bibimə rəhmət eləsin. İsə dayının ailəsini, Hərgül bibimini də salamlayıram. Biz orada gəldik Sələsüz kəndinə. Mən Sələsüz kəndində salamlayıram. Biz orada qaldıq. Bir neçə gün orada qaldıq. İsə dayıgildə qaldıq. Və orada mən yenə də adım, sanım yoxdur. Məktəbə getmək istəyirdim. Getdim 1-2-3 dəfə də məktəbə getdim. 1-4 gündə orada məktəbə getdim. Adım yox, heç nə yazılmır. Ancaq düşünürəm. Biz artıq məndə bir düşüncə yaranıb ki, biz hara gedəcəyik? O vaxt bizim kənd cəmaatlarından bir çoxu Ağdama gəlmişdi, Şuşaya gəlmişdilər. İsmail rayonuna gəlmişdilər. İndi artıq biz düşünürəm ki, bizim veşimiz qaldı Ermənistanda, atam qaldı orada. Biz necə olacaq, nə tər olacaq? Cəmal, biz oradan sonradan gəldik Naxçıvan Muxtar Respublikasının böyründə, şəhərin böyründə Əliyabad qəsəbəsi var. Cəmaatın bir çox hissəsi gəlib ora tökülmüşdü. Və orada biz gəldik ora. Ondan sonra artıq Naxçıvandan demək təşkil olundu. Bizim kəndlərdən Vayennin vasitəsilə veşlərin çıxarılması. Və o cümlədən bizim ailəyə də müəyyən bir qədər bir veşlər çıxarıldı, qalan qaldı hamısı da. Xeyli hissəsi qaldı, yəni onu gətirmək də mümkün deyildi. Biz ondan sonra gəldik Ordubad rayonunun Parağa kəndinə.
Ora bir erməni kəndi olduğu üçün bizim gələn maşınlarımızı istiqamətləndirdilər ora. Biz Ordubad rayonu Parağa kəndinə getdik. Mən Ordubad rayonunun Parağa kəndində artıq məktəb də yox idi. Qonşu Behrud məktəbi vardı. Allah rəhmət eləsin. Behrud kənd orta məktəbinin direktoru Əhəd müəllim və Behrud sakinləri, Behrud cəmaatı, Bilər cəmaatı, TV cəmaatı çox böyük doğmalıqla bizi qarşıladılar. Çox böyük sevgi ilə, hörmətlə qarşıladılar. Mən xatırlayıram ki, məktəbin direktoru Əhəd müəllim öz həyətində olan bir dənə demək biz o vaxt belə deyək də dana deyirdik də. Bax bunu gətirib kəndin içərisində kəsdi, bizim cəmaata payladı ki, bunlar oradan gəlirlər o qədər doğmalıqla. Biz biraz orada da yaşadıq. Orada biraz şəhər mərkəzindən kənar olduğu üçün mən Behrud məktəbində də təhsil aldım. Oradan Behrud Ordubadlıları, Behrudluları hamısını salamlayıram. Behrud kəndində mənim sinif yoldaşlarım var, bu gün də əlaqələrim var onlarla. Mən biraz orada oxuyandan sonra xeyli oxudum, 8-9 ayda orada o məktəbdə oxuyandan sonra indi görün bir körpə uşağın qəlbində gör nə qədər acılıqlar, acı bir həyat var ki. Mən bir dəfə bir tədbirdə də dedim ki, uşaqlıq illərimdə mən acından ölmədim, ancaq mənim bütün düşüncələrimi öldürdülər. Çünki bir uşaq 7-8 orta məktəbdə oxumaq nə deməkdir bu Ceyhun müəllim? Bu elə-belə məsələ deyil də. Mən Behrud məktəbindən ondan sonra bizim Naxçıvan Muxtar Respublikasının Babaç rayonuna Əznəbüd kəndi vardı, Çalxanqala kəndi. Bütün Qərbi Azərbaycandan gələn Vedidən də vardı, Qafandan vardı, Göyçədən vardı, Siyandan vardı, Dərələyəzdən vardı. İnsanlar orada məskunlaşmışdı. Və biz artıq 90-cı ildə biz Ordubad rayonu Parağa kəndindən köçdük ora. İndi siz təsəvvür edin, görün bu ailə nə qədər yerlərə gəzib, nə qədər yerlər dolaşıb. Biz Ordubad rayonunun tərk eləyəndə bizim qohumların bir hissəsi qaldı Parağa kəndində. Salamlayıram Parağada olan qohumlarımızı da. Ondan sonra biz Çalxanqalada həyat davam elədik. Çalxanqalada artıq biraz rahatçılıq vardı ki, hər kəsin dərdi eyni idi Ceyhun müəllim. Hamısı Qərbi Azərbaycandan köçüb gələn insanlardı. Artıq o insanlar arasında belə deyək də başqa bir fikir yox idi. Hamısı vətən həsrəti çəkirdi, hamısı vətən itkisi vardı. Hələ bəlkə də bizlərdən çox onlarda da bilirsiniz başqa rayonlarda da ermənilər daha çox ağır işgəncələr vermişdilər. O işgəncə ruhu ilə gələn insanlar vardı. Və həyat belə Çalxanqala kəndində davam elədi. Hətta bununla da bitmədi. O vaxt 91-ci ildə Qərbi Azərbaycanlıların Bakı şəhərinə köçülüb Qarabağa gedəndə bizim qohumlar, babamgillər, əmimgillər, dayımgillər Hadrut rayonu Banazur kəndinə getdi. Və biz də, atam da Hadrut rayonu Banazur kəndinə gəldi. Bir balaca da beşimiz oldu orada. Orada da mən az bir belə deyək də, orada da o kənddə də, o məktəbdə də mənim təhsilim olubdur və orada mən göndəriş almışam Tibb Universitetinə. O da sonradan onu da dəyərləndirə bilmədim. Yəni, mən düşünürəm ki, bu bir ailə bilirsiniz dramıdır, bu bir ailə travmasıdır, faciəsidir ki, bir ailə bir yerdən bir daş qopursa, gör bir neçə yerə toxuna gedəndə axırda heç nə qalmır. Demək, bu ailə, yoxun görün, tək bizim ailə deyildi, bizim kimi 300 mindən çox bəlkə də Qərbi Azərbaycanın bu talehi yaşadı. Çox acı xatirələrlə o illəri biz xatırlayırıq. Çox təəssüflər olsun. Faik, mən həqiqətən çox önəmli bir məqama toxundunuz. Elə mən də sözünüzün qüvvəti olaraq bir fikir bildirmək istəyirəm. Məsələn, insanlar bir yerdən başqa bir yerə köçəndə, deyək ki, şəhər daxilində, yəni bir yerdən köçsən başqa bir yerə, 3 gün, 5 gün insanın özünə gələ bilmirlər. Hətta bir uşağın məktəbini, bu da min bir rahatlıq içərisində yerini dəyişirsən, o uşağın adaptasiya olunması aylar çəkir. Bəzən də getmir, deyir ki, mən orada sivyolaşlarımı tanıyıram, mən orada xatirələrim var. Amma görün, məsələn, Qərbi Azərbaycan deyən danışırsınız, həqiqətən duyğulanmamaq əldə deyil. Çox çətin olubdur. Allah, belə deyək də, çətin anlarda elimizdə olmamıza güc verdi. Elə bu istiqamətdə buna yaxın bir sual vermək istəyirəm. Doğma yurddan ayrıldıqdan sonra yeni mühitə uyğunlaşmaq sizin üçün necə oldu? Yəni, qarşılaşdığınız ən böyük çətinlik nə oldu burada Faik müəllim? Bilirsiniz, Ceyhun müəllim, mən indi sadaladım o kəndləri, sonda gəlib bizim duruşduğumuz son nöqtəmiz Çalxanqala kəndi oldu. Orada da müəllimlərimi, sinif yoldaşlarımı, qohumları Çalxanqala kəndində salamlayıram. Bayaq dediyim kimi ki, o kəndin bütün hamısı Qərbi Azərbaycan kökənli, Qərbi Azərbaycandan gələn olduqları üçün artıq bir növü o insanlar arasında yavaş-yavaş doğmalaşma başladı. Çünki artıq ümidlər sönmüşdü ki, bizim Qərbi Azərbaycana, dədə-baba torpaqlarımıza qayıdış məsələsi mümkün olmayacaq.
Artıq insanlar həmin kənddə, Çalxanqala kəndində yeni bir mühit yarandı, yeni bir doğmalaşma yarandı. Artıq insanlar bir-birinə əl uzatdılar. İnsanlar, bilirsiniz, başqa-başqa mahallardan, başqa-başqa kəndlərdən gələn insanlar bir-biri yaxşı tanımırdılar. Artıq insanlar arasında ünsiyyət, səmimiyyət, münasibət, çünki hamı eyni dərdli idi. Sonradan artıq bunlar qohumluğa, kirvəliyə, dostluğa çevrildi. Ancaq buna baxmayaraq insan qəlbində bir niskil var da, vətən niskili var, vətən həsrəti var. O çətinliklər bu idi ki, artıq deyək ki, həmən dövrdə biz Ermənistandan, Qərbi Azərbaycandan müəyyən qədər produkt da gətirmişdik, ərzaq da gətirmişdik. Yəni onlar artıq tükənir. Çətin dövr 90-cı illər başlayır. O 90-cı illərdə artıq Naxçıvan blokada şəraitindədir. O blokada şəraitində işıq yox, qaz yox, su yox. Belə o qədər artıq çətinliklərlə ailə üzləşir ki, bir növü artıq insan başqa bir şey haqqında düşünməyə başlamır. Sadəcə yaşam tərzinin düzəldilməsi ilə, düzənlənməsi ilə bağlı düşünürsən ki, qaz yoxdur, qabaqdan qış gəlir. Bilirsiniz, Allah Ulu Öndərə rəhmət eləsin. Ulu Öndər Naxçıvan Muxtar Respublikasına gəlməsəydi, Naxçıvanda vəziyyət daha çox acınacaqlıydı. Artıq mən 1991-ci ildə tələbə idim. O artıq tələbə yeniyetmə bir gənc. Artıq bunların hamısını demək olar ki, uşaqlıq illərindən fərqli olaraq görürdüm və duyurdum. Artıq ailə çox çətinliklərlə rastlaşmışdı, qarşılaşmışdı ki, ailəni yedizdirmək lazımdır. Ailə başçısı indi atam həkim idi, anam isə evdar qadınıdır. 6 uşaq, bir insan, bir atam işləyirsə də mal yox, qoyun yox, heyvan yox, hər şey əldən gedibdir. İndi bir ailənin ayaq üstə durması üçün mütləq çaba göstərmək lazımdır. Naxçıvanda bayaq dediyim kimi də Naxçıvanda da başqa bir yerə getmək mümkün deyil. Gedəcəyin yer şəhər mərkəzi, qayıdacağın yerdə Çalxanqala kəndidir. Bu arada da, bu məsafədə də heç nə edə bilmirsən. Yəni ailə təkcə bizdə deyil, digər bizim kimi orada yüzlərlə, minlərlə ailə eyni o çətinlikləri, eyni o problemləri yaşadı və o vaxta qədər ki, Ulu Öndər Naxçıvan Muxtar Respublikasına və ondan sonra isə Azərbaycana qayıdış etdi və ondan sonra bütün ailələrdə demək olar ki, bir dönüş nöqtəsi yarandı. Mən inanın ki, 91, 90, 91, 92, 93-cü illəri mən bütün Qərbi Azərbaycandan köçüb gələn insanlar üçün o bir, bəlkə də başqaları deyə bilmərəm. Yəni, mənim bildiyim, gördüyüm, tanıdığım ailələrin hər birində böyük bir ailə dramı olubdur, yaşam tərzi üçün. Siz təsəvvür edin ki, biz Naxçıvan Muxtar Respublikasının o Çalxanqala kəndində bütün nə qədər artıq deyək ki, ağaclar vardı, üzümlüklər vardı, ətrafda olan meşəliklər vardı. Hamısı doğranıb, gətirilib yandırılırdı ki, məcbur ki, insanlar özlərini qoruya bilsinlər. Yəni, qışdan çıxara bilsinlər. Yaxud bilirsən ki, bizdə o yeməyin hazırlanması odun vasitəsilədir. Yəni, bu insanların qidalandırılması üçün. Yəni, bunların hamısı böyük bir ailə hekayəsidir. Bunların hamısı böyük bir romandır. Mən düşünürəm ki, mən bir daha sizə təşəkkür edirəm ki, siz bu Həsrət TV vasitəsilə bunları gələcək nəsillərə bir arxiv material olaraq ötürəcəksiniz, çatdıracaqsınız ki, yəni bu insanlar, təbii ki, bizdən əvvəlki dövrdə 49-cu ildə, 18-ci ildə daha da dəhşətli faciələr baş veribdir. Ancaq inanın ki, yəni son bu 88-ci ildə olan hadisələr elə onların belə deyək də nizamlı bir davamı idi. Ona görə də təkcə bizim ailə deyil, mən düşünürəm ki, 100 minlərlə ailə ilə bu formada çətinliklərlə rastlaşır. Çox təəssüf olsun. Faiq müəllim, elə sualın sonunda belə deyək də, ən böyük çətinlik nə olduğunu sualı verdim mən sizə. Yəni, siz verilişin əvvəlindən söhbətə başlayandan təhsilinizlə bağlı mənim diqqətimdən yayınmadı. Fərqli məktəblərdə oxumanızla toxundunuz. Mən belə başa düşdüm ki, Faiq müəllim üçün ən böyük çətinlik dəyişdiyi məktəblər oldu. Sizə elədirmi, yoxsa necə? Cəmal, bəlkə də bugün mən bəlli bir nöqtəyə gəlib çatmışıq. Yaşımız da indi orta yaşdayıq, 52-53 yaşın içindəyəm. Mən Çalxanqala kənd, Fərman Kərimzadə adına Çalxanqala kənd orta məktəbini gümüş medalla bitirdim və ondan sonra Naxçıvan Dövlət, Yusuf Məmməd Əliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd Sərfi Fakültəsinin ümumi aqronomiya ixtisası üzrə fərqləmə diplomu ilə bitirdim Naxçıvan Dövləti. Ancaq buna baxmayaraq, mən heç vaxt düşüncəmdə gəlib aqronom olmaq, gələcəkdə aqrar sektorda olacaq bir mütəxəssis kimi özümü heç vaxt görməmişdim. Çünki mənim uşaqlıq xatirələrimdə həmişə
yaxşı bir həkim olmaq, xalqıma, millətimə bir həkim kimi xidmət göstərmək olmuşdu. Ancaq çox təəssüf ki, artıq 90-cı illərdə baş verən bu proseslər mənim uşaqlıq illərində qəlbimdə olan arzularımın üstünə xətt çəkib. Mən bayaq da qeyd etdim, mən uşaq olaraq acından ölmədim. Ancaq mənim bütün xatirələrimin üstündən çəkilən xətt elə bil ki, məni öldürdü, belə deyək. Ancaq çünki bir insan bir düşüncə ilə yaşayır. Mən özümü həkim kimi görmək istəyirdim. Mən istəyirdim ki, xalqıma xidmət edim həkimlik peşəsi ilə. Mən düşünürdüm həmişə ki, yeni dərmanlar icad eləyəcəm, yaradacağam. Bizdə zəngin təbiət vardı. Bizim belə deyək də təbiətimiz çox zəngindir. Mən həmişə düşünürdüm ki, orada olan otlardan dərmanlar hazırlayacağam və bunlar insanların gələcəyi üçün xeyirli bir müalicə üsulu olacaqdır. Ancaq buna baxmayaraq illər ötdü, keçdi. Artıq 90-cı illərdə mən orta məktəbi bitirdim. Artıq valideynlərim də mənə icazə vermədi Bakı şəhərində Tibb Universitetinə gəlməyə. Mən məcbur qaldım, Naxçıvan Dövlət Universitetini bitirdim. Mən şükürlər olsun, yəni bu da bir Allahın qismətidir. Sonradan davam elədim, gəldim. Mən Kənd Təsərrüfat Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu haqqında hələ tələbə olan dövrlərdə məlumatım vardı. Aqronomun məlumatı kitabı adlı bir kitab vardı. O kitab mənə xalam yoldaşı tərəfindən verilmişdi, Vasif müəllim tərəfindən. Salamlayıram. Mən o institutu tanıyırdım. Demək, Allah rəhmət eləsin. Bizim çox görkəmli aqrar sahənin biologiya elminin görkəmli nümayəndəsi olan akademikimiz Cəlal müəllimin adı ilə bağlı oldu. Onu həmişə biz xatırlayırdıq. Və mən təsadüfən elə qismət oldu ki, 2004-cü ildə biz Bakı şəhərinə köçməli olduq. Naxçıvandan bu Birşahi qəsəbəsi yeni yaşayış masivindəki burada Qərbi Azərbaycandan köçüb gələn Qarabağa və Qarabağdan da bir də qaçqın məcbur köçünüşən insanlara ki, burada artıq yeni evlərlə bunlar təmin olunanda biz bura gəldik və buranı görüb bəyənəndən sonra atam bura köçməli oldu. İndi təsəvvür edin ki, gör artıq neçənci dəfə köçməyi başlaydı da. Və burada mən əkinçilik institutunu görəndə artıq mənim içimdə bir his yarandı ki, mən burayla maraqlandım, Əkinçilik İnstitutuna 2005-ci ildə maraqlandım və bura gəlib Əkinçilik Elmi Tədqiqat İnstitutunun o vaxt aspirantura deyirlər. Mən aspiranturaya sənədlərimi verdim. 2005-in axırları idi. 2006-cı ildə mən Əkinçilik Elmi Tədqiqat İnstitutunun aspiranturasına seleksiya və toxumçuluq ixtisası üzrə daxil oldum və 2010-cu ildə mən müdafiə elədim. Mənim tədqiqatımın obyekti Bəş Buğdalar oldu və müdafiə edəndən sonra artıq mən aqrar elmlər üzrə fəlsəfə doktoru kimi bu institutda fəaliyyət göstərdim. Yəni Əkinçilik Elmi Tədqiqat İnstitutunda. Sonradan mən Nazirliyimizin nəzdində struktur tabeliyində olan Aqrar Elm Mərkəzinə elmi rəhbərim Əsəd Musayev sevgi ilə xatırlayıram. Allah məkanını cənnət eləsin ustadımızın. Mən artıq Əsəd müəllim tərəfindən mən Aqrar Elm Mərkəzinə getdim. Orada müəyyən dövr işlədim. Ayrı-ayrı şöbələrin müdürləri oldum. Elmin təşkili koordinasiya şöbəsinin, sonra informasiya şöbəsinin və sonra 2019-cu ildə mən aspiranturada 2005-ci ildə təhsil aldığım və mənim üçün doğma olan, əziz olan Əkinçilik Elmi Tədqiqat İnstitutuna direktor kimi təyinat aldım. Və hal-hazırda mən Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoruyam, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosentəm və eyni zamanda inşallah yaxın zamanlarda aqrar elmlər üzrə elmlər doktoru elm işimi tamamlamaq üzrə artıq tədqiqatımı başa çatdırıram inşallah. Çox gözəl bir xəbərdir. Faiq müəllim, sizə bu elmi yaradıcılığınızda uğurlar arzu edirəm. Artıq Qərbi Azərbaycanla bağlı, icması ilə bağlı sual keçmədən öncə qısa bir fikrinizi bilmək istəyirəm. Həsəd və Ümid verilişi olaraq biz bu günə qədər bir 60-ın üzərində bizim qonağımız olubdur. Demək olar ki, veriliş ərəfəsində mən belə bir sualla onlara məzət eləmişəm. İstəyirəm o sualı da sizə verim. Faiq müəllim kəndə qayıdarkən ilk ziyarət edəcəyi yer hara olardı? Qısa olaraq zəhmət olmaz. Cəmal müəllim, bilirsiniz, Qərbi Azərbaycana qayıdış sadəcə bir coğrafi məkana qayıdış demək deyil. Qərbi Azərbaycana qayıdış milli kimliyimizə, milli birliyimizə qayıdış deməkdir. Dünənimizə, bugünümüzə, tariximizə qayıdış deməkdir. Mən bir həyat hekayəsi yazıram. 38 il yaşadığım vətəndə 15 illik yaşadığım vətəni axtardım. Tamamlanır, az bir şey qalıbdır. Yəni bugün mən fərqi yoxdur. Qərbi Azərbaycan torpağına ilk ayaq basan günü mən əyilib o torpaqdan öpüb, o torpaqdan öpəndən sonra bilirsiniz, belə bir şey var da, Qərbi Azərbaycan ümumi bizim üçün doğma da əzizdir.
Biz Qərbi Azərbaycana gedəndə məcbur gedəcəyik Paşalıya. Paşalıya gedəndə məcbur gedəcəyik Comura. Bəli. Comura gedəndə məcbur qonşunun evinə getməyəcəyik. Gedəcəyik özümüzün doğulduğumuz, boya başa çatdığımız, deyək ki, müəyyən yaş yaşadığımız doğma evimizə gedəcəyik. O ev ki, mənim atamın izləri var. O ev ki, mənim anamın orada izləri var. O ev ki, mənim orada uşaqlıq xatirələrim var. Təbii ki, o kəndə ayaq basandan sonra mən öz evimizdə ziyarət bəlkə də etməmişdən qabaq birinci orada dəfn olunan babalarımızın, qohumlarımızın, əqrabalarımızın qəbrini ziyarət edib, ondan sonra keçib öz doğma evimizə gedib, öz doğma evimizi ziyarət eləyəcəm. İnşallah. Hakim müəllim, həqiqətən demək olar ki, bütün verdiyim qonaqlara aldığım sual demək olar ki, tamamilə bir-birinə yaxın cavablardır. Bu bir daha göstərir ki, bizim Qərbi Azərbaycan cəmaatı ölüsünə, qəbrinə, torpağına, yəni arxada qoyub gəldiklərinə, itirdiklərinə hər zaman sahib çıxıblar və bundan sonra sahib çıxacaqlar. Verilişin əvvəl dediyiniz kimi, o bizim tariximizdir. Tariximizi unutmaq mümkün deyil. İnşallah ki, o torpaqlarımıza qayıdacağıq, Faik müəllim. Faik müəllim, Qərbi Azərbaycan bildiyimiz kimi siz həm də Qərbi Azərbaycan icmasının Paşalıların sədrisiniz. Qərbi Azərbaycan Paşalıların icmasının sədri kimi hansı fəaliyyətləri həyata keçirirsiniz? İcmanın əsas məqsədləri və qarşı duran vəzifələr hansılardır? Cəmal müəllim, bəli, mən artıq bir neçə ildir ki, Qərbi Azərbaycan icmasında rayonumuz olan Paşalı icmasının sədriyəm və keçən ildən isə Paşalı rayon icma sədri olmaqla yanaşı da həm də Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvüyəm. Qərbi Azərbaycan icmasının bu gün qarşısında duran əsas birinci məsələ Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bilirsiniz, artıq bu gün Azərbaycan dövlətinin müəyyən, deyək ki, bir neçə siyasi xətti varsa, onlardan da biri Qərbi Azərbaycan məsələsidir. Yəni, bu möhtərəm prezidentimiz Cənab İlham Əliyev tərəfindən artıq dünya ictimaiyyətinə bu kifayət qədər uğurlu siyasətlə çatdırılıb və dəstəyində alıb. Bugün bizim Qərbi Azərbaycan icması bir təşkilat olaraq əsas məqsədimiz bugünkü gün tariximizi, dünənimizi, milli dəyərlərimizi, mənsub olduğumuz torpaqlarımızı, dədə-baba torpaqlarımızın, orada olan dəyərləri biz olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq və eyni zamanda indi siz fikirləşin, Paşalı rayonundan köçüb gələn insanların hamısı kompakt bir yerdə yaşamır ki. Bəli. Bugün dünyanın bir çox ölkələrində, o cümlədən Avropa ölkələrində Paşalı rayonundan olan sakinlər yaşayır. Əsas məqsədimiz təşkilatlanmaq, əsas məsələmiz bu insanlar arasında koordinasiyaların qurulması, bu insanlar arasında tarixi ədalətin bərpa olunması üçün birliyin qurulması və eyni zamanda qayıdışımızın, Qərbi Azərbaycana qayıdışımızın sülh, əmin-amanlıq və beynəlxalq hüquq normaları çərçivəsində prezidentimizin dediyi kimi də maşınlarla, gül dəstələri ilə geri qayıtmağımızdır. Bugün Paşalı rayonundan köçüb gələn insanların yəni kifayət qədər təşkilatlanması gedib, artıq bizdə rayon gənclər təşkilatımız da var, düzdür, Qərbi Azərbaycan icmasının bugünkü gün bir təşkilat olaraq formalaşdırdığı rayonlar içərisində, o cümlədən Paşalı rayonunun həm gənclər təşkilatı, qadınlar şurası və rayon artıq təşkilatı, yəni verilən tapşırıqlardan da əlavə artıq özümüzün bir daxilimizdə bir istək, daxilimizdə bir həqiqət artıq işığı parlayıb ki, biz çox yaxın vaxtlara biz o torpağa qayıdacaq. Bunun üçün nə etməliyik? Bunun üçün hansı işləri görməliyik? Bunun üçün, bəli, bütün Paşalıdan olan iş adamları, ziyalılar, gənclər, bugün dövlət adamları, aktiv olmalıdır. Bəli, hər birimiz aktiv formada Qərbi Azərbaycan icmasının rəhbərliyi ətrafında sıx birləşirik. Mən əzim əlimdə salamlayıram, Qərbi Azərbaycan icmasını da salamlayıram. Bugünkü gün çalışırıq ki, üzərimizdə olan, yəni Paşalı rayon icmasının üzərində olan bugünkü gün görə biləcəyi, hansı ki, bu bunun funksiyasına aiddir, bu bunun məqsədinə aiddir, işlərin layiqincə vaxtında yerinə yetirilməsidir. Biz artıq mən sizə deyim ki, yəni Qərbi Azərbaycandan 88-ci ildə Paşalıdan köçüb gələn insanlar haqqında bütün məlumatlar, kənd bə kənd ziyalısı, toponimləri,
demək, tarixi şəxsiyyətləri, görkəmli nümayəndələri, ictimai-siyasi xadimlər, elm adamları, şəhidlər, bunlarla bağlı bütün məlumatlar bir rayon icması olaraq digər rayon icmaları kimi hər birini hazırlayıb verilən tapşırığı vaxtında çatdırmışıq və hal-hazırda da bu gün də Paşalı rayon icmasının daha çox belə deyək, işlər görməsi, qaydışa daha tez, daha çox yaxınlaşması üçün qarşımızda duran bütün məsələlərin həll olunmasına çalışırıq. Cəmal, bu bir fürsətdən istifadə edərdim. Buyurun. Demək, 23-də bizim 23 iyun tarixində demək, qaydış çərçivəsində Paşalı rayon istedadlı gənclərinin bizim Qərbi Azərbaycan icmasının 4-cü mərtəbəsində tədbir olacaqdır. Yəni onların o qazandıqları həyat hekayələri, uğurlu həyat hekayələri ilə bağlı bir tədbir keçirəcəyik. Mən düşünürəm ki, biz gördüklərimiz, başımıza gələn, bugünkü gün rastlaşdığımız, keçmişdən oxuduğumuz, yaddaşımızda qalan nələr varsa biz o gənclərə zaman-zaman, qısa bir müddətdə, sürətlə onları aşılamalıyıq ki, biz keçmişin bizə buraxdığı problemləri biz gələcəyə buraxmayaq. Çox önəmlidir. Mən ümidvaram ki, Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində biz artıq bizə qalan, babalardan miras qalan o problemləri biz gələcək nəsillərə buraxmayacaq. Təbii ki, biz də onun tərəfdarıyıq ki, sülh çərçivəsində yaşayaq, beynəlxalq hüquq normaları çərçivəsində yaşayaq, tarixi ədalət bərpa olunsun, milli dəyərlərimizə qiymət verilsin və biz o torpaqlara dönüb, o torpaqlarda əcdadlarımızın ruhunu qarşısında olan borcumuzu yerinə yetirməklə sədaqətli, ləyaqətli formada yaşamaq. Faik müəllim, sözün həqiqi mənasında siz çox maraqlı faktlara toxundunuz. Yəni, həsəd və ümid verilişi olaraq biz bugün bir daha şahidi olduq ki, Faik müəllimin dedikləri, bildikləri və illərə dayanan təcrübəsi öz faydasını verir və verməyə davam edəcəkdir. Sizə bu işlərinizdə uğurlar arzu edirəm. Faik müəllim, biz ziyalı kimi sizin həqiqətən bu verəcəyim sualda cavabınız mənim üçün çox önəmlidir. Yəni, izləyicilərimiz də inanıram ki, bu sualları, bu cavabı istəyirlər ki, görək Faik müəllim nə düşünür. Bilirsiniz ki, Faik müəllim, süni intellekt dövrüdür. Bu dəqiqə dünyada texnologiyanı təqib eləmək mümkün deyil. Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir Qərbi Azərbaycanla siz ki, müəyyən məqamlar toxundunuz. Daha hansı addımlar atılmalıdır ki, daha o Azərbaycan, Qərbi Azərbaycan həqiqətləri, o həqiqətlər içərisində bizdən alınan o tarix abidələrimizin qorunmasını tutulmuş mətbəximizə qədər daha hansı addım atılmalıdır ki, dünya ictimaiyyəti ikili standartla yanaşdıqlarına görə biz bu mübarizəni aparmağa məcburuq. Nə deyə bilərsiniz? Çox şükürlər olsun ki, bugün dövlətimizə rəhbərlik edən şəxsimiz, müdrik, ağıllı bir siyasətçi, möhtərəm Cənab Prezidentimizdir. Artıq dünya bugün, bayaq dediniz ki, süni intellekt sayəsində artıq inkişaf var. İstənilən halda biz inkişafdan geri qala bilmərik. Ancaq bir məsələ var ki, bugün dünyanın qəbul etdiyi ədalətli və ədalətsiz qanunlar var. Bu ədalətli qanunları dünya qəbul edəndə biz sevinirik ki, Azərbaycan dövləti haqqında, yaxud Qərbi Azərbaycan haqqında, ümumiyyətcə Qarabağ haqqında belə deyək də ədalətli qərarlar qəbul olunub. Ancaq ədalətsiz qərarların qəbul olunması istənilən bir, istəyirsən süni intellekt dövrü olsun, istəyirsiniz klassik bir dövr olsun, hansı dövr olsun, ona qarşı çıxmaq və onları yerinə sübuta yetirmək üçün kifayət qədər ziyalı təbəqəmiz olmalıdır, kifayət qədər ziyalılarımız, gənclərimiz olmalıdır. Mən bugün dövlətimizin Qərbi Azərbaycanla bağlı apardığı siyasəti uğurlu hesab edirəm. Çünki kifayət qədər uğurlar əldə etmişik. Çox yaxın zamanlara mən düşünürəm ki, Qərbi Azərbaycana biz qayıdışımız olacaqdır. Ancaq buna baxmayaraq, mütləq bugün bizim gənclərimiz, ziyalılarımız mütləq yüksək səviyyədə demək, belə deyək də, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çaba göstərməlidirlər. Yəni, susmamalıyıq, oturmamalıyıq, gözləməməliyik. Bilirsiniz, həqiqət belədir ki, həqiqətdir. Bu həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün biz bugün canımızdan da keçməliyik, qanımızdan da keçməliyik. Siz canımızdan keçməyimiz lazım deyək ki, nəyi nəzərdə tutursunuz? Yəni, biz dünya ilə müharibə aparmaq istəmirik. Yoxsa bizim dünya ilə müharibə aparmaq məqsədimiz yox. Sadəcə olaraq
güclü formada beynimizi işlətməliyik. Tarixi faktlara əsaslanaraq, bəli. Və yaxşı savadlı gənc ordu yaratmalıyıq. Yəni elmi ordu yaratmalıyıq. Hansı ki bu insanlar, biz dövlətin təhlükəsizliyini qoruyan bizim ordumuz kifayət qədər var da. Ancaq bizim bugünkü gün demək dünya ictimaiyyətinə çatdırılması üçün ziyalı ordumuz olmalıdır. Bu gün o yetişir var və eyni zamanda da əslən Qərbi Azərbaycandan olan, kökənli olan gənclərimiz kifayət qədər bu istiqamətdə məlumatlı olmalıdırlar, kifayət qədər savadlı olmalıdırlar, kifayət qədər tarixi bilməlidirlər, keçmişi bilməlidirlər. Bu əgər doğulduğu boya başa, atasının doğulduğu, anasının doğulduğu boya başa çatdığı məkan haqqında məlumatı yoxdursa, bu dünya ictimaiyyətini nəyə çatdıracaq? Ona görə də mən düşünürəm ki, mən bir daha da buradan çağırış edirəm ki, fərqi yoxdur hansı bölgədən olmazsa nasıl olmayacaq. Biz bugün Qərbi Azərbaycanlıyıq. Dünən Qarabağlıydı, bugün Qərbi Azərbaycanlıyıq. Biz bir vahid formada prezidentimizin ətrafında sıx birləşməklə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Qərbi Azərbaycana gedilən günə qədər olan edə biləcəyimiz bütün mübarizələri sülh müstəvisində, yəni belə deyək də, dünyanın qəbul etdiyi ən beynəlxalq hüquq normaları çərçivəsində mübarizəmizi davam etdirməliyik. Buna bizə kifayət qədər gənclər, kifayət qədər savadlı gənclər, düşüncəli gənclər, dil bilən gənclər, dünyanı analiz edə bilən gənclər, bu gün dövrün innovasiyasını, texnologiyasını, süni intellektini qəbul edib araşdıra bilən və həmən süni intellektdən istifadə edib tarixi həqiqətləri dünyaya çatdıra bilən gənclər ordusu lazımdır. Bu da var, yetişir. Mən düşünürəm ki, istənilən halda dünyada baş verəcək hər hansı bir yəni elmdən düşünürəm, elmi tərəfindən düşünürəm ki, süni intellekt olsun, yaxud bundan da daha çox deyək ki, inkişaflı hər hansı bir proses olsun. Yəni bizim Azərbaycanlılarımızdan ibarət olan, gənclərimizdən ibarət olan böyük bir ordumuz var və bu ordu olaraq, bu gənclər ordusu olaraq dünyaya bu həqiqətlərin çatdırılması istiqamətində bütün işlərini görəcəklər. Mən buna əminəm və bugün bizim rəhbərlik etdiyim institutda da var, bugün rəhbərlik etdiyim Paşalı rayon icmasında da var. Mən düşünürəm ki, elə bizim əsas yolumuz sülh yolu ilə dünyaya və məkanca qonşu olan, əqidəcə bizdən ayrı olan erməni xalqına bu həqiqətləri çatdırmaq, mən düşünürəm ki, bizim gənclərimizin borcudur, etməlidirlər, o tarixi həqiqətləri yaşatmaq üçün mübarizə aparmalıdırlar. Faiq müəllim, demək olar ki, verilişimizin sonuna doğru gəlirik. Çox maraqlı söhbət gedir, amma bildiyimiz kimi hər bir verilişin əvvəl olduğu kimi sonu da var. Amma burada bir sonuncu sualı vermədən öncə toxunduğunuz məqamla bağlı gənclərin maarifləndirməsi istiqamətində sizcə Cənab Prezidentin Qərbi Azərbaycan icmasının yaradılmasında, fəaliyyətin inkişafında göstərdiyi bu ehtimat ki, vurğuladınız bu istiqamətdə hörmətli Əziz müəllimin rəhbərliyi altında bu ehtimat demək olar ki, addım-addım öz yerini tapır və bu ehtimat doğruldu. Qərbi Azərbaycan gənclərinin bu həqiqətləri unutmaması üçün maarifləndirmə sizi qane edirmi? Və bu istiqamətdə siz nə kimi mesajlar verə bilərsiniz? Bax, Ceyhun müəllim, bugün Qərbi Azərbaycan icmasının əsas məqsədi, yəni konsepsiyada qayıdışdır. Qayıdışı təmin etmək üçün ağıllı mübarizədir. Ağıllı mübarizənin kökündə dayanır elmi təminat, elmi mübarizə. Artıq bizim silahla işimiz yoxdur. Biz o torpaqlara qayıtmaq üçün elm yolu ilə, dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq yolu ilə. Bunun üçün biz orta məktəblərdən, bağçalardan başlayıb həqiqətləri insanlara çatdırmaq lazımdır, uşaqlara çatdırmaq lazımdır. Bugün biz Qərbi Azərbaycan həqiqətlərini orta məktəbdən uşaqlara çatdırmırıq. Universitetlərdə yaxud işlədiyi müəssisələrdə gedib çatdırırsa, biz zamanı artıq ötürmüş hesab olunur. Mən düşünürəm ki, bir gənc, yetişən bir gənc özü ilə bərabər həqiqətləri özü ilə yaşatmalıdır və özü ilə böyütməlidir. Sizcə bu arada nə etmək lazımdır? Bu arada biz kifayət qədər bugün Qərbi Azərbaycan icmasının bütün, mən deyərdim ki, rayon icmaları, Qərbi Azərbaycan icmasının aparatı bütün bölgələrdə, bütün universitetlərdə, elm ocaqlarında, diplomatik korpuslarda və eyni zamanda beynəlxalq təşkilatlarla bugün gənclərin maarifləndirilməsi istiqamətində kifayət qədər böyük tədbirlər keçirilir. Məsələn, biz bir neçə dənə Paşalı icması olaraq, Dərələyəc icması olaraq,
Məsələn, Dərələr icmasında 2 dənə icma var. Keşkənd icması və Paşalı icması. Mən Mahirə xanımı da salamlayıram. Allah can sağlığı versin Mahirə xanımın. Çox böyük zəhməti var, çox böyük əziyyəti var Dərələr icmasının inkişafı ilə bağlı. Bax, bugün biz icma olaraq, Qərbi Azərbaycan icması olaraq orta məktəblərdən təkcə apardığımız o təbliğatın bəlkə də sayı yüzlərcədir, minlərcədir. Çünki biz o uşaqların beyninə sadəcə düzgün toxum əkirik ki, o düzələ bilsin. Yəni o toxumdur ki, həqiqətləri özü ilə bərabər böyüdəcəkdir. Biz bugün 3-cü, 2-ci, 1-ci sinifdə oxuyan uşağa Qərbi Azərbaycan haradır, Dərələyəz haradır, Vedi haradır, Qafan haradır, bu həqiqətləri çatdırırıq və bunlara 3-cü, 2-ci sinifdə bunlarda biz düşüncə formalaşdırırıq ki, bu bizim dədə-baba torpaqlarımızdır. Hər şeyi itirmək olur, vətən itirmək olmaz. Ona görə də biz hələ bundan sonra da eyni zamanda mən düşünürəm hələ orta məktəblərdən yox, hələ bağçalardan başlamalıyıq. O həqiqətləri övladlarımıza çatdırmaq üçün. Ancaq düz istiqamətdə. Bizim başqa ölkənin torpaqlarında gözümüz yoxdur. Biz özümüzün yaşadığımız Qərbi Azərbaycan torpaqlarına tarixi həqiqətlər, sülh, beynəlxalq sülh çərçivəsində biz bu proqramlı formada biz bunları gənclərimizə çatdırmalıyıq. Bunu çatdırsaq gənclərimizə bizim gələcəyimiz təhlükə altında olmayacaq, bizim gələcəyimiz daha parlaq olacaq. Və eyni zamanda mən düşünürəm ki, erməni xalqında düşünən insanları bunu düşünməlidirlər ki, qonşuluq çərçivəsində düşmənçilik illərlə davam edə bilməz, əsrlərlə davam edə bilməz. Mütləq onlar da öz körpə övladlarının düzgün maarifləndirmə aparmalıdırlar ki, bu xalqlarla olan münasibətlər dənizdən xülyası boşdur. Onlar öz övladlarına bunu çatdırmalıdırlar ki, biz Türkiyə, Azərbaycan kimi dövlətlə qonşuyuq, sülh çərçivəsində, qonşuluq çərçivəsində, mehribanlıq çərçivəsində yaşamalıyıq. Onda bölgəmizdə sülh də olacaq, onda bu problemlər kökündən həll olunacaq. Necə ki, artıq demək olar ki, bunun 80-90% həll olur. Vahid müəllim, sözünüzün qüvvəti, biz Həsrət TV olaraq verilişdə əslən Qərbi Azərbaycana olan soydaşlarımızla görüşəndə və bir çox ziyalılar xüsusi olaraq bunu vurğulayırlar ki, orta məktəb siz vurğuladınız, orta məktəb səviyyəsində tarix dərsliyinə Qərbi Azərbaycan tarixi müəyyən mövzular formasında deyil də əlavə bir formada Qərbi Azərbaycan tarixi dərslik olmalıdır. Sizin buna münasibətiniz nədir? Mən bilirsiniz, zaman-zaman Azərbaycan tarixinin Sovet dönəmində belə deyək də tarixin izləri itirilibdir. Hansı ki, vaxtında Azərbaycan tarixi olduğu kimi dolğun formada, həqiqət özündə əks etdirən formada yazılmayıb. Təbii ki, o vaxt Sovetin göstərdiyi ideoloji bir məsələ vardı. Yəni, onlara sökənərək yazılmışdı. Ancaq çox düzgün qeyd edirsiniz ki, və mən razıyam ki, bugün tarixçilərimiz, bugün o istiqamətdə olan tədqiqatçılarımız mütləqdir ki, orta məktəblərdə təkcə tədbirlər keçirtməklə deyil, orta məktəblərin dərsliklərində Qərbi Azərbaycan həqiqətləri, Qarabağ həqiqətləri, Azərbaycan həqiqətləri yazılmalıdır, ardıcıllıqla yazılmalıdır ki, o uşaq o dəftəri, belə deyək, o kitabı vərəqləyəndə artıq o uşaq bilməlidir ki, həqiqət hardan başlayır. Biz bugün, məsələ uşağa dedikdə insanın oxumaq yaddaşı, görmək yaddaşı, eşitmək yaddaşı var. Ancaq insan ki, bunu oxuduqca artıq bunun beyninə həkk olur ki, mənim babam, mənim əmim, mənim dayım məni aldatmayıb. Yəni, bunu yazan alimlərdir, bu tədqiqat aparan alimlərdir və bu tarixi həqiqətləri bu dərsliklərə gətirən dövlətimdir. Demək, uşaqlara, bəli, mən sizdən razıyam ki, dərsliklərdə olmalıdır, özü də kifayət qədər əhatəli formada olmalıdır. Dərsliklər yazılmalıdır. Tamamilə doğrudur. İnşallah ki, buna da nail olaraq Vahid müəllim. Vahid müəllim, demək olar ki, Qərbi Azərbaycanla bağlı, kəndinizlə bağlı, Paşa rayonuyla bağlı və xüsusən Qərbi Azərbaycan icması ilə bağlı ətraflı məlumat verdiniz. Amma sizin Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru kimi fəaliyyətinizdən danışmağınızı istədim qısa olaraq. Bu sualı da ona həsr eləyək. Azərbaycan kənd təsərrüfatının inkişafı üçün hansı yeniliklər həyata keçirirsiniz? Bu da vətənə xidmətdir, vətəni qorumaqdır. Bu da işlə necə gedir Vahid müəllim? Cəməm, çox sağ olun. Bu da təbii ki, mənim paralel olaraq Əkinçilik Elmi Tədqiqat İnstitutu həm mənim iş yerimdir, həm mənim sahəmdir. Burada mən öncədən də dedim ki, burada mən aspiranturada təhsil almışam, doktoranturada və bugün artıq 14 ildən sonra mən bu institutda rəhbər təyin olmuşam, gəlmişəm. Biraz
özüm haqqında bu sahədə deməyə çətinlik çəkirəm. Çünki mən bu sahənin açıq deyim ki, fəaliyyətimlə bağlı gərək kənardan qiymət verilsin, dəyər verilsin. Ancaq mən bu gün Əkinçilik Elmi Tədqiqat İnstitutunda gedən işlər təbii ki, Kənd Təsərrüfatı Nazirliyinin apardığı düzgün və dəqiq hesablanmış bir siyasətdir. Bu gün bizim əsas məqsədimiz demək, aqrar sektorunun inkişafıdır, ərzaq təhlükəsizliyinin təminatı baxımından bu gün elmi tədqiqat işlərinin dünya səviyyəsinə çatdırılmasıdır. Bilirsiniz, bayaq mən qeyd elədim ki, təhlükəsizlik iki formadadır. Biri var sərhəd təhlükəsizliyi, biri var ərzaq təhlükəsizliyi. Siz düşünün ki, mən artıq bu gün qeyri-neft sektoru deyəndə birinci iş növbədə yada düşən aqrar sektordur. Aqrar sektor, mən düşünürəm ki, əsasını da təşkil edən elmi tədqiqat institutlarıdır. Bu gün elmi tədqiqat institutlarında kifayət qədər dövrün tələbinə cavab verən və dünyanı özündə, bugünkü reallığı özündə əks etdirən tədqiqat işləri getməlidir. Yeni sortlar yaranmalıdır, yeni texnologiyalar tətbiq olunmalıdır. Cəman, bilirsiniz, Sovet dönəmində artıq biz belə deyək də bir sortun yaradılması üçün 15 il vaxt sərf olunurdu. Klasik metodlardan istifadə etməklə. Ancaq bu gün artıq biz son 3-4 ildə, belə deyək, son 4-5 ildə belə deyək, artıq Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutlarında kifayət qədər dönüşlər yarandı. Belə ki, məsələ bizim Əkinçilik Elmi Tədqiqat İnstitutunda artıq sortlar 15 ilə deyil, artıq 5 ilə 6 ilə almaq mümkündür. Artıq bizdə yeni bir innovasyon, bir generasyon oda dediyimiz bir oda qurulubdur. Bu oda vasitəsilə bu artıq dünya təcrübəsində var. Biz burada bir ildə 5, 4, 5, 6 nəsil almaqla biz ilə demək 15 ilə deyil 6 ilə yeni sortların yaradılması. Biz ölkə üçün sertifikatlı toxum istehsalçısıyıq. Biz ölkə üçün aqrar sektorda hazırlanan belə deyək də elmi tədqiqat institutlarında alimlərin yetişdirildiyi, alimlərin hazırlandığı elmi tədqiqat institutuyuq. Yəni bugünkü gün mən düşünürəm ki, aqrar elmin və aqrar siyasətin formalaşmasında digər institutlarla yanaşı Əkinçilik Elmi Tədqiqat İnstitutunun xüsusi payı var. Çünki ölkənin ərzaq təhlükəsizliyində xüsusi yeri olan taxılçılığın əsas məkanı Əkinçilik Elmi Tədqiqat İnstitutudur. Bu gün kifayət qədər yaxşı sortlarımız var. O sortlar ki 70, 75, 80 sentner, 65 sentner məhsul verir və bu gün ölkəmizdə təxmini 901 milyon ərazidə əkin aparılır. Bunların təxmini 55-60% civarında Əkinçilik Elmi Tədqiqat İnstitutunun sortları əkilir. Düşünürəm ki, bugünkü gün bizim üzərimizdə daha böyük bir missiya var ki, xalqın, millətin gələcək ərzaq təhlükəsinin təmin olunması baxımından Elmi Tədqiqat İnstitutu güclü çalışmalıdır. Belə deyək, dünyanın bugünkü gün getdiyi bəlli bir nöqtə var. O nöqtəyə Əkinçilik Elmi Tədqiqat İnstitutu, digər elmi tədqiqat institutlarında gedib çatması mütləq vacibdir. Bu gün Əkinçilik Elmi Tədqiqat İnstitutuna paralel 7 institut var. Mən çox belə qürurla deyirəm ki, bütün institutlarımızın fəaliyyəti bu gün belə deyək ki, dövrün tələblərinə cavab verir. Kadr potensialımız güclüdür, yaxşıdır. İndi düzdür, biraz mən indi belə deyək də cavan oğlan uşaqları az gəlir. Ancaq bugünkü gün Əkinçilik Elmi Tədqiqat İnstitutunda və digər elmi tədqiqat institutlarında mən artıq düşünürəm ki, dövrün tələblərinə cavab verən yeni elmi tədqiqat işləri gedir və biz yaxın bir neçə ilə artıq istər sort baxımından, istər toxum baxımından, istər deyək ki, digər kənd təsərrüfat bitkiləri baxımından elmi tədqiqat institutlarımızın əldə etdiyi nəticələr bizim ölkənin ərzaq təhlükəsizliyini təmin etməsində tam müsbət rol oynayacaqdır. Tam o deyək ki, təmin olmasa da bir 15-20% asıllıq qalmaqla biz 70-80%-ə çatdıra biləcəyik. Artıq bu istiqamətdə də kifayət qədər işlərimiz var, kifayət qədər də gedir. İnşallah. Faiq müəllim, çox son arzumuz budur ki, o gün olsun ki, dediyiniz kimi Qərbi Azərbaycana qayıdış olsun. Faiq müəllim elmi tədqiqat sahəsini artıq o gözəl diyarda, Qərbi Azərbaycanda, xüsusilə də Dərələz mahalında, Paşalı rayonunda Faiq müəllim bu ixtiralarını, bu elmi tədqiqat işlərini aparsın. Arzumuz odur. Faiq müəllim, gəldik verilişimizin sonuna, artıq sonuncu sualı verib bununla yekunlaşdırmaq istəyirəm icazənizlə. Siz gənclərimizə, xüsusən Qərbi Azərbaycanlılara suallar içərisində fərqli mesajlar verdiniz. Son olaraq durmadan çalışmaları üçün, bu həqiqətləri dünya ismə çatdırması üçün gənclərimizə nəyə arzu edərdiniz? Bugün qüdrətli Azərbaycan dövləti var. Bugün müdrik, ağıllı dövlət rəhbərimiz var, başçımız var, prezidentimiz var. Mən gənclərimizə vətəni sevmək, vətən üçün
gecə gündüz ağıllı formada elmli, bilikli olması üçün fədakarlıqla çalışmaq və bugünkü gün güclü ziyalısı olan ölkə mən düşünürəm ki, hər şeyə qadir. Bəli. Hər şey elmdən keçir. Ona görə də mən gənclərimizi, dövlətimizi sevməyi, dövlət rəhbərliyimizi, dövlət başçımızı sevməyi, necə ki, sevirik hamımız Bəli. və ətrafında sıx birləşməyi və Qərbi Azərbaycan və eyni zamanda Azərbaycan dövlətinin, müasir Azərbaycan dövlətinin daha möhkəmlənməsi istiqamətində gənclərimizi daha çox oxumağa, daha çox elmli olmağa dəvət edirəm və mən düşünürəm ki, bugün Azərbaycan gəncliyi artıq öz sözünü dedi, artıq biz 20%-dən artıq olan belə deyək ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında biz artıq Azərbaycan gəncliyi sözünü. Azərbaycan gəncliyi hər şeyə yaxşı mənada qadirdir. Mən düşünürəm ki, biz yaxın zamanlarda da elə Azərbaycan gəncliyi ilə birlikdə biz Qərbi Azərbaycan torpaqlarına, əslən Qərbi Azərbaycandan olan gənclərimiz, digər Azərbaycanımızın bölgələrində olan gənclərimizi qonaq qismində ilk olaraq Qərbi Azərbaycan demək torpaqlarında qarşılamağa hazırlaşmalıdırlar. Necə ki, biz artıq ona da hazırıq və yaxın zamanlarda da onu inşallah görəcəyik. İnşallah. Faik müəllim, çox təşəkkür edirəm müsahibə üçün. Verilişin qonağı oldunuz. Həsrət TV-də yayınlanan Həsrət və Ümid verilişinin daimi izləyiciləri var. Artıq sizlə bağlı bir tədbirdə müəyyən fraqmentlər biz paylaşmışdıq. O da yazılan kommentlərdən mən yola çıxaraq Faik müəllimin duyğu düşüncələrini geniş auto ilə paylaşsın deyə yazmışlar. Mən də onu sizə çatdırdım. Sizə təşəkkürümü bildirirəm ki, vaxt ayırdınız. Həsrət və Ümid verilişinin qonağı oldunuz. Son sözlərinizi bizimlə bağlı mı deyəsiniz? Xeyir duanızı bizə verin. Çox sağ olun Ceyhun müəllim. Təşəkkür edirəm sizə. Bir daha mən buradan Həsrət TV izləyicilərini salamlayıram. Allah hər kəsə can sağlığı versin. Mən arzu edirəm ki, tezliklə televiziyanızın adı dəyişsin. Həsrət TV olmasın. Biz qovuşaq o torpaqlara. Mən bilirəm ki, siz bir alim, bir ziyalı olaraq o nöqteyi nəzərdən Həsrət TV televiziyanın adı qoyulubdur. Mən ümidvaram ki, çox qısa bir müddətdən sonra Həsrət TV adı dəyişəcək və sizin üçün gözəl olan, sizin qəlbinizdən keçən bir gözəl bir adla Həsrət TV yox, o adla olan televiziya fəaliyyət göstərəcəkdir. Mən sizə və eyni zamanda sizlə bərabər çiyin-çiyinə çalışan Həsrət TV-nin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Vaxt ayırdınız, zaman ayırdınız, dəyərli vaxtınızı ayırıb mən sizlə daha doğrusu həm söhbət olmağım, yəni bu Dərələyəzlə bağlı, Qərbi Azərbaycanla bağlı, şəxsi həyatımızla bağlı, ailə ilə bağlı bölüşdüyüm fikirlər üçün özümü çox xoşbəxt hiss etdim. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Əziz Həsrət və Ümid verilişinin daimi izləyiciləri, bugünkü verilişimizin qonağı Qərbi Azərbaycanın Paşalı rayonunun Gömür kəndinin sakini olmuş Faik Allahverdi Xudayev idi. Faik müəllim, sizə təşəkkür bildirirəm. Mən tamaşaçılarımızın huzurunda sizdən bir söz almaq istəyirəm. Mən burada sizin ziyalı nuruna boyanan ömür, sizin 50-lik yubileyinizlə bağlı bir kitab nəşr olunubdur və burada sizin fəaliyyətiniz, yaradıcılığınız var. İnanıram ki, növbəti verilişimizi sırf sizin bu kitab üzərindən və yaradıcılıq üzərindən bir verilişimiz olacaqdır. İnanıram ki, bu verilişə artıq yox deməyəcəksiniz. İnşallah, böyük məmnuniyyətlə sevə-sevə. Çox sağ olun, Faik müəllim, təşəkkür edirəm. Növbəti verilişdə görüşmək ümidi ilə. Allah'a emanet olun. Teşekkür ederim. Var olun.